Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, yəni bugünkü gün xidmət haqqının məbləğini tələb və təklifdən əsasən formalaşır və bu günləri biz Avropa ölkələri ilə, eləcə də digər ölkələrlə müqayisə etdikdə vəkillərin göstərdiyi xidmətə əsasında götürdüyü məbləği də yəni yüksək hesab eləmirəm. Yəni təbii ki, bunu digər ölkələrlə, Türkiyə ilə, başqa inkişaf etmiş ölkələrlə müqayisədə olanı deyirəm. Amma hər bir halda mən hesab edirəm ki, vəkil satdığı bir neçə dəyərdir bu. Onun ağlı, zamanı və bacarığı və bunları vəkil illərlə əziyyət çəkərək əldə edir və hesab edirəm ki, heç bir vəkil öz əziyyətini ucuz qiymətləndirilməməlidir. Təbii ki, həssas ailələr var, şəhid ailələridir, ondan sonra maddi imkanı aşağı olan ailələrdir və s. qazilərimizdir. Yəni onlara bizim sonsuz borcumuz var və əlbəttə ki, belə məqamlarda maddiyyəti fikirləşmək mən hesab edirəm ki, düzgün deyil. Sualınıza gəldikdə mən onu qeyd edə bilərəm ki, ataların da belə bir deyimi var. Ucuz ətin şorbası olmaz məsələsidir və əlbəttə ki, bugünkü gün yaxşı vəkilin yaxşı qanararı olmalıdır.